Salam, hər vaxtınız xeyir əziz dördüncülər. Ümumi monitorinq sınaqlarının izahına davam edirik. Bu gün isə ümumi monitorinq sınaq 3-ə birlikdə baxacağıq. Gəlin vaxt itirmədən başlayaq. Bədii mətndir. Üzeyir dərin fikrə getmişdi. Əlinin səsi onu düşüncələrdən ayırdı. Üzeyir, nə fikrə getmisən? Tez ol, gəl. Əyninə qəhvəyi rəngli tələbə pencəyi geymiş, belinə ensiz kəmər bağlamış, başında sadə papaq olan bu qara buğdayı oğlan idi. Bilirsiniz, nə düşünürəm? Bilmək istəyirəm ki, nə üçün indiyə qədər şərqdə opera olmayıb? Əli gülümsündü. Darıxma, çox çəkməz ki, şərqin operası da, opera yazan bəstəkarları da yaranır. Üzeyrin xəyalında bir vaxtlar Şuşada gördüyü bir səhnə canlandı. Hisslərini yoldaşları ilə bölüşdü. Nədənsə hər dəfə opera deyəndə uşaq vaxtı Şuşada gördüyüm Məcnun Leylinin qəbri üstündə səhnəsi gəlib gözlərimin önündə durur. Həmin səhnə bütöv bir operadır. Əgər tamaşaya hazırlansa, Rus və Avropa operaları ilə birgə cərgədə durar. Bu dəfə Zülfüqar söhbətə qarışdı. Görürəm, ürəyində opera yazmaq keçir. Üzeyir, bu ağır işdir. Sən başqalarına baxma. Onlar kiməsə arxalanıblar, kiməsə güvəniblər. Sən kimə güvənəcəksən? Üzeyir öz fikrini bildirdi. Mən öz düşüncələrimi sizinlə bölüşmək istəyirdim, Zülfüqar. Əgər lazım gələrsə, arxa da tapmaq olar, dayaq da. Kimdir o arxa? Kimdir o dayaq? Xalqdır. O arxa. Birlikdə xalqın öz yaratdıqlarını özünə qaytarsaq, ondan operada yaranar, başqa şeylər də. İnam və qətiyyətlə deyilən bu sözlərdə xalqını ürəkdən sevən, onun gələcəyinə böyük ümid bəsləyən, həssas qəlbli bir insanın ürək döyüntüləri duyulurdu. Onun beynində yeni fikirlər yaranırdı. Nəsə fövqəladə bir iş görməliyəm. Nəsə. İndi baxaq görək mətnin sualları nə formadadır. İlk sualda deyir, mətnə əsasən Üzeyir obrazı haqqında səhv fikir hansıdır? Səhv fikri istəyir bizdən. Deməli, vətənsevər biridir, düzdür. Opera deyəndə xəyalında Şuşadakı səhnə canlanır, düzdür. Gələcəyə böyük ümidləri var, düzdür. Opera yazmağın çətin olduğunu düşünür. Xeyr, səhv fikir D variantıdır. 2-də deyir, mətnin ideyasına uyğun gələn atalar sözü hansıdır? Yaxşı dostu yaman gündə sınar, hər kəs nə eləsə özünə edər, elm ağlın çırağıdır. İnam həyatın qüvvəsidir. Burada da cavab olacaq D variantı. Mətnin nəticə hissəsində nədən danışılır? Nəticə, yəni sonluq hissəsində Üzeyrin qarşısına məqsəd qoymasından danışılır. Cavab A variantı. 4-də deyir, rəqəm yazılmış hansı cümlələr Üzeyrin layiqli vətəndaş olduğunu təsdiqləyir? Baxaq görək. 1-ə baxırıq elə ilk öncə. Əyninə qəhvəyi rəngli pencəyi, yəni paltarını geyinir. Burada belə deyək də, bu aid deyil. Həmin səhnə bütöv bir operadır, bu da deyil. Birlikdə xalqın öz yaratdıqlarını, bir də inam və qətiyyət. Bəli, 3 və 4 aiddir. Bu da D variantında bizə verilib. Daha sonra mətndə fərqləndirilmiş ifadəni hansı sözlə əvəz etmək olar? Fövqəladə demək, belə deyək də, qeyri-adi sözü ilə əvəz etmək olar. Cavab D variantıdır. Baxaq fövqəladəni deyir. Aha, fövqəladəni deyir. Elə D variantı. Mətndə altından xətt çəkilmiş sözün düzgün izahı hansıdır? Opera sözünün mənasını istəyir. Operada sözün səhnə hərəkəti və musiqisinin birləşməsindən ibarət janr deməkdir. Bu da C variantında bizə verilib. 7-də deyir, mətnə ən uyğun başlıq hansıdır? Təbii ki də burada olacaq Üzeyrin arzusu. 8-də deyir, verilmiş cümlənin işarə qoyulmuş hansı yer əlavə etmək olar? O, Azərbaycan ədəbiyyatı və musiqisi əsasında opera yazmağı düşünürdü. Təbii ki də C variantı olar. Elə ilk, yəni başlıqda ulduz olan yerə yazmaq olar. Baxırıq 9-a. 9-da bizə deyir ki, Üzeyir xalqa güvənməsi hansı epizodda bəlli olur? Üzeyrin Zülfüqarla söhbətindən bəlli olur. Deyir ki, yəni Zülfüqar deyir ki, cəmaatın arxa dayağı var və sənə kimi arxa dayaq olar. Üzeyir də deyir ki, yəni mənə xalq arxa dayaq olar, başqası lazım deyil. Bu da Zülfüqarla olan söhbətindən
keçir bu dialoq. Aşağıdakı cümləni məntiqi cəhətdən tamamlayan bənd hansıdır? Təbii ki də Zülfüqarın fikrincə opera yazmaq ağır işdir. Zülfüqar belə düşünürdü. 11-də deyir, Üzeyir operanın yaranmasında kimə arxalanacağını söylədi, xalqına. Mətnə əsasən Üzeyir nə barədə düşünürdü? Opera yazmaq barədə düşünürdü. Burada hansı? Şərqdə opera niyə olmadığı barədə. Aha. Üzeyrin Şuşada gördüyü səhnə hansı əsərlə bağlı idi? Leyli və Məcnun. Nöqtələrin yerinə məntiqi cəhətdən uyğun olan bəndi müəyyən edin. Üzeyirə görə operanın yaranması üçün əsas dayağı xalqın öz yaradıcılığı təşkil edir. Zülfüqar Üzeyri çətinliklərə üzləşəcəyi barədə xəbərdar edir. Sizcə Üzeyir bu çətinlikləri aşmaq üçün nəyə sahib olmalıdır? Təbii ki də zəngin yaradıcılıq və inama sahib olmalıdır. Bu bədii mətn idi. İndi isə ilk dünya səyahəti informativ mətnini birlikdə oxuyub suallarına birlikdə baxaq. 1519-cu ildə Kolumbun coğrafi şərhlərindən 27 il ötürdü. Ondan sonra Atlantik okeanı ilə qərbə doğru Amerigo Vespucci'də səyahət etmişdi. Artıq hər kəs bilirdi ki, okeanın o tayında Amerika deyilən bir materik var. Hindistana, Afrika sahillərindən keçən dəniz yolunu tapmış Portuqallılar heç kəsi bu yoldan keçməyə qoymurdular. Belə bir zamanda dəniz səyyahı Fernando Magellan İspaniya kralını inandırdı ki, Hindistana yeni yol tapacaq. Bunun üçün sadəcə olaraq Amerikanı keçib okeanla qərbə doğru yolu davam etmək lazımdır. Gənc kral səyahət üçün pul verməyə razı oldu. Şərtə görə yeni kəşf olunacaq torpaqlar İspaniyanın ərazisinə çevriləcəkdir. 1519-cu ilin sentyabrında Magellanın başçılıq etdiyi ekspedisiya yola çıxdı. 1520-ci ilin martı idi. Ekspedisiya artıq Amerika sahillərinə çatmışdı. İndi də qərbə böyük okeana keçmək üçün boğaz axtarırdı. Boğaz isə görünmürdü. Oktyabrın ikinci yarısında Magellan yenə 2 gəmi göndərdi. 4 uzun gün keçmişdi, amma gəmilərdən bir xəbər yox idi. Hamı məyus idi. Birdən keçiddə gəmilər göründü. Deyəsən, boğaz tapılmışdı. Böyük okean dənizçiləri gözəl hava ilə qarşılaşdı. Artıq yaz gəlmişdi. 3 ay 20 gün qərbə doğru üzdülər. Bu müddət ərzində Magellan bir dəfə də olsun fırtına ilə üzləşmədi. Ona görə də bu okeanı Sakit okeanı adlandırdı. Səfərin başa çatmasına hələ çox var idi. Səyahət, dənizçilər çiçəkli bir sahil gördülər. Bu, Filippin adaları idi. Burada ekspedisiya üzvləri dincəldilər. Magellanın sevinci hədsiz idi. Bir az da getsəydilər, arzularına çatacaqdılar, üzr istəyirəm. Lakin Magellan yerli qəbilələrlə döyüşdə həlak oldu. Yerdə qalan 2 gəmi səyahətə davam etdirdi. 1522-ci ilin sentyabrında yeganə salamat qalmış Victoria gəmisi İspaniyaya çatdı. Həmişə qərbə tərəf üzən Magellanın ekspedisiyası vətənə şərqdən gəlib çıxdı. Beləliklə, yerin kürə şəklində olduğu təcrübədə yalnız 16-cı əsrdə sübut edildi. İndi baxaq 16-cı suala. Mətnin nəticə hissəsinə əsasən nəyi söyləmək olar? Yerin kürə formasında olduğu sübut olundu. 17-də verilmiş cümlələrdən hansı faktdır? Filippin adalarının çiçəkli sahili ekspedisiya üzvlərinin xoşuna gəldi. Mən Kolumbun kəşfləri, məncə, bir də çiçəkli sahili xoşuna gəlmək varsa, bunlar sadəcə təxəyyülə əsaslanır. Amma 1519-cu ildə fakt Magellan öz ekspedisiyası ilə yola çıxmışdı. Bu faktdır. 18-də deyir, fərqləndirilmiş ifadənin düzgün şərhi hansı bənddə yazılmışdı? Fərqləndirilmiş ifadə hardadır? Həlak oldu. Aha, həlak oldu. Deməli, bir saniyə. Həlak oldu sözü birləşməsindən söhbət gedir. Müəyyən məqsəd üçün qrup halında. Aha, ifadənin. Baxaq. Altına xətt çəkilmiş demiş. Aha, ekspedisiya. Ekspedisiya nədir? Onu soruşur. Ekspedisiya odur ki, müəyyən məqsəd üçün qrup halında edilən səyahət səfər deməkdir. Cavab A variantı. Uyğunluğu müəyyən edin. Doğrunun altında doğrunu axtararıq. Yanlışın altında da yanlışı axtararıq. Uyğunsuzluq desəydi, tam əksi.
Yanlışın altında doğrunu, doğrunun altında yanlış axtarardıq. İndi isə uyğunluqdur. Baxaq doğruları seçək, daha sonra isə yanlışlar. Deməli, doğrudur. Aha, baxaq. Doğrudur. Səyahət üçün pul verməyə razılaşmadı. Aha, kral səyahət üçün pul verməyə razılaşmadı. Bu yanlışdır. Razılaşdı və pul da verdi. 1520-ci ildə ekspedisiya Amerika sahillərinə çatmışdı. Bu da yanlışdır. Bunu da götürə bilmərik. Magellan yerli qəbilələrlə döyüşdə həlak olmuşdu. Aha. Magellan deməli. Burada baxaq. Yanlışdır, bəli, yanlışdır. Bunu götürərik. Səyahət zamanı Magellan kəskin hava şəraiti ilə qarşılaşdı. Xeyr, qarşılaşmamışdı. Bu da yanlışdır. Cavab olacaq C variantı. 20-də deyir ki, Magellan niyə okeanı Sakit okean adlandırdı? Çünki səyahət zamanı bir dəfə də olsun fırtına baş verməmişdir. Cavab A variantı. Mətnə əsasən Magellanın sevincinin səbəbi nə idi? Sevincinin səbəbi uzaqda çiçəkli bir ada görünürdü. Ona görə sevinirdi. 22-də deyir, mətndə altından xətt çəkilmiş birləşməni hansı sözlə əvəz etmək olar? Ölmək, həlak olmaq idi. Ölmək ilə əvəz edə bilərik. 23-də bizə deyir ki, gənc kral Magellanla hansı şərt əsasında razılaşır? Aha. Hansı şərtlər? Deməli, yeni kəşf olunacaq torpaqlar İspaniyanın ərazisinə çevriləcəkdir. Ona görə razılaşmışdı. Cavab da variantı. Mətnə uyğun gəlməyən cümlə hansıdır? Deməli, gəlməyən cümlə deyirsə, baxırıq, görürük. Bir saniyə. 1, budur, 2, budur. Artıq yaz gəlmişdi. Burada üçüncü yazın heç bir bizim mətnlə əlaqəsi yoxdur. Ona görə də olacaq üçüncü, yəni C variantı. 25-də deyir, Magellanın ölümündən sonra ekspedisiya nə etdi? Nə etmişdi? Sağ qalan 2 gəmi səfəri davam etdirmişdi. Cavab B variantı. Daha sonra Magellanın ekspedisiyası nə ilə sübut etdiyi yer kürə formasındadır? Uşaqlar, hər zaman qərbə doğru üzüb sonda İspaniyaya şərqdən qayıtmaqla sübut olundu ki, bu yer kürə formasındadır. 27 deyir, bir mətnin yarımbaşlığı ola bilməz. Yarımbaşlığı ola bilməz deyirsə, kralın razılığı var. Magellanın uğurlu səyahəti var. Portuqalların həyat tərzi haqqında heç bir məlumat yoxdur. Ona görə də yarımbaşlığı ola bilməz. 28-də isə bizə deyir, mətndə hansı sualın cavabı yoxdur? Magellanın ekspedisiyası neçənci ildə yola çıxmışdı? Bu var. Victoria gəmisi nə vaxt İspaniyaya çatdı? Bu da var. Yerin kürə formasında bu da var. Magellanın hansı boğazı kəşf etmişdi? Yəni boğazın adı çəkilmir deyə cavab da variantı. 29-da Magellanın ekspedisiyası səyahət zamanı hansı əsas çətinliklərlə qarşılaşdı? Boğazı tapmaq çətin oldu və 4 gün gəmilərin geri dönməsini gözlədilər. Axır ki, döndü. Gənc kral səyahət üçün pul verməyə razı oldu. Hansı hissəsinə aiddir deyir bizə. Təbii ki də əsas hissədə, yəni hadisələrin baş verdiyi hissədə, belə deyək də, hissəyə aiddir. Baxaq indi riyaziyyata. Riyaziyyatdan da bütün mövzuların, belə deyək də, tək-tək mövzu izahları var. Hansı mövzu sizə, hansı sual daha doğrusu çətinlik yaradırsa sizdə kanala daxil olub izahına baxıb daha sonra isə davam edə bilərsiniz. Yəni özünüz üçün bir qeyd aparın ki, filan sualda mənim çətinliyim var və girib daxil olub izahına baxa bilərsiniz. Bütün mövzuların izahları demək olar ki, kanalda var, istər birinci hissə, istərsə də ikinci hissə mövzuları. Bu arada bura qədər video sizə faydalı olubsa, bəyənməyi, dostlarınızla bölüşməyi unutmayın. Gəlin keçək indi 31-ci suala. 31-ci sualda bizə deyir ki, altında xətt çəkilmiş rəqəmlərin mərtəbə qiymətlərinin cəmini soruşur. 73.000 belə deyək də, qiymətləri cəmini soruşur. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. 7-nin belə deyək də, bunu yazaq bura, 70.000. Daha sonra 2-ni də mərtəbə qiyməti eləyir 200. Bu da eləyir 70.200 D variantı. Daha sonra
Baxırıq, A-nın yerinə yazıla biləcək ən böyük tək ədədlə B-nin yanına yaza biləcək ən kiçik cüt ədədin müqayisəsi hansı variantda doğru verilmişdir? Aha, A-nın yerinə yazaq nəyi? Ən böyük tək ədədi. Yəni 78.000 müqayisə edin deyir. Aha. 87.390 neçə? Aha, kiçik olsun deyir. 7. Daha sonra cüt ədəd soruşur. 87.390. Aha, cüt deyirsə 98. İndi bizə nə deyir? Doğru verilmişdir. Müqayisəsi. Müqayisəni soruşursa təbii ki də B böyükdür A-dan. B böyükdür A-dan B variantında bizə verilmişdir. Daha sonra modellə verilmiş ədədi əvvəlcə yüzlüklərə, sonra isə 10 minliklərə qədər yuvarlaqlaşdırın. Təxmini ədədlərin cəmini tapın. İlk öncə ədədi tapaq. Ədəd neçədir? 3000, daha doğrusu 32.258. Aha. Əvvəlcə yüzlüklərə qədər yuvarlaqlaşdıraq. Yüzlüklərə qədər yuvarlaqlaşdıranda eləyir 32.300. Daha sonra isə 10 minliklərə qədər yuvarlaqlaşdıraq. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. Aha. Təxmini istəyir bizdən. Bu da olacaq 62.000. Cavab B variantı. Baxaq. Yox. 62.000. Hə. 300. 62.300. Cavab D variantı. Hasillərin fərqini tapın. Uşaqlar 3145-i vuracaqsınız 2-yə. Daha sonra isə 2416-nı vuracaqsınız 2-yə. Daha sonra isə cavabları bir-birindən çıxacaqsınız. Sadəcə çıxacaqsınız. Fərqi tapacaqsınız. Daha sonra 35-də deyir, təsvirlərə əsasən qanuna uyğunluğu müəyyən edin. 14-cü fiqurda neçə kub olacaq? Deməli, burada hansı formada olacaq? 3 var. 1, 2, 3, 4. 3, 4, 1, 2, 3, 4, 5. Bir artıb deməli. 14-cü fiqur necə olacaq? 14-cü fiqur olacaq 16 dənə. Hesablamaqla tapa bilərik. Daha sonra uşaqlar 1568-i 56-ya bölüb bura yazacaqsınız. 56-nı 14-ə bölüb bura yazacaqsınız. Daha sonra cavabları bir-birinə bölüb bura yazacaqsınız. Sadəcə bu qədər. Böyük çevrənin radiusu kiçik çevrənin diametrinə bərabərdir. AC parçasının uzunluğu 15 cm olarsa, böyük çevrənin diametrini tapın. A, B çevrənin, böyük çevrənin daha doğrusu, üzrlü sayın. Aha, böyük çevrənin diametri kiçik çevrənin diametrinə bərabərdir. Aha, radius diametrinə bərabərdir. AC parçasının uzunluğu 15-dir. Böyük çevrənin diametrini soruşur bizdən. Bu da olacaq təbii ki də C variantı 15. Daha doğrusu 20. Daha sonra baxırıq. Elektron saatda verilmiş zamanı əqrəbli saatda təsvir edin. Əqrəblilər arasındakı bucağın növünü. 14, belə deyək. 14, belə bir şeydir də. Baxaq. Belə bir şey. 50 də belə bir şey. Aha, bu hansı bucaqdır deyir. Bucağın növünü bizdən soruşur. Bu da olacaq kör bucaq. Elmir evdən çıxıb. Evi hanı? Aha. Evdən çıxdı. Ev buradır. Evdən çıxıb 4 addım aşağı. 1, 2, 3, 4. 4 addım gəldi. 5 addım sağa. 1, 2, 3, 4, 5. Hara çatar? Parka çatar. Cavabca variant. Müqayisələrdən hansıları doğrudur? Hansı doğrudur? Hansıları doğrudur? 4 tam, düzdür, 1. 1 tam, 1 tam bu yanlışdır, bərabər olmalıydı. Burada bu yanlışdır. Baxaq. 3 bu da yanlışdır. Bu 1 ilə 5 doğrudur. Cavab D variantı. Dairəvi diaqramda yenə də. Aha. 41-43-cü suallar dairəvi diaqrama aiddir. Ən bahalı kitab hansıdır? Ən bahalı kitabı soruşur bizdən. Təbii ki də elmi kitab daha bahalıdır.
Daha sonra 2 şeir kitabı və 2 şeir kitabı neçəyədir? Baxaq. 22, 22. Aha, 44. Bir nağıl kitabı. Nağıl kitabı neçəyədir? 9 manat. Nə qədər pul ödəməlidir? Təbii ki də 50, belə deyək də 53 manat. Cavab bu variant. 3 bədii kitab alana bir nağıl kitabı hədiyyə olarsa, alıcı bir kitabı neçəyə almış olar? Alıcı bir kitabı 13 manat 50 qəpiyə almış olacaq. Verilən fiqurun perimetrini hesablayın. Sadəcə perimetrini bizdən soruşur. Biz də bunları hesablayırıq, toplayırıq. 24 sm alırıq. Sadə hesablama. 3-cü sinifdə dayanan bir hesablamadır. Üzərində çox da dayanmaq lazım deyil. Baxırıq 45-ə. Sözlərlə verilmiş kəsir ixtisar isə hansı kəsir alınır? 16-da 10, 16-da 10. Bunu ixtisar eləsək 2-yə 5, 2-yə 8, 8-də 5 A variantı. Hesablayın. 2 manat 50 qəpik çıxılsın. 20 manat, daha doğrusu üstə gəl 20 manat 90 qəpik. 7 çıxaq 7 manat 40 qəpik. Bunu hesablasaq, bir dənə özünüz də hesablayarsınız. Deməli, burada olacaq 16 manat. 1 kilometrin 1/4 ilə 1/10-nin fərqi neçə metrdir? İlk öncə 1 kilometrin 1/4-ni tapırsınız. Daha sonra 1 kilometrin 10/1-ni tapırsınız. Daha sonra isə çıxırsınız. Çıxanda da 150 metr eləmiş olacaq. Yəni 1 kilometri birinci metrə çevirirsiniz, 1000 metr. Daha sonra isə hesablayırsınız. Hansı variantda kuboidin açılışı? Kuboidin bizdən açılışını soruşursa, cavab olacaq D variantı. Kvadratın rənglənmiş hissəsinin sahəsini tapın. Rənglənmiş hissəni bizdən soruşur hal-hazırda. Təbii ki də üçbucaqlıdır. Ona görə olacaq 18 kvadrat desimetr. Aha, sonra baxırıq digərlərinə. Bizdən soruşur ki 2 kiloqram 2,5 kiloqram neçə qramdır? 2 kiloqramı qoyuruq qırağa. Yəni 2000 artıq hazırdır bizim üçün. 2000 qram artıq hazırdır. Bir də 1000-in 5/3-ünü tapırıq. Bu deyilir, deməli, nə qədər eləyir? 600 eləyir. Yəni 2600 qram eləmiş olacaq. Həzmi düzbucaqlı paralelipedin həzminə bərabər olan kubun bir tilinin uzunluğu nə qədərdir? Bir tilinin uzunluğu eləyəcək 6 metr. Məktəbin həyətinin uzunluğu 400 metr. Eni isə uzunluğundan 2 dəfə kiçik. Ziya məktəbin həyətinə 5 dəfə dövr etsə nə qədər məsafə qət etmiş olar? Deməli, uzunluğu 400-dür, 2 dəfə kiçik deyirsə, deməli 2-yə böləcək, eləyəcək 200. Deməli, 5 dəfə də dövr etsə, bu olacaq nə qədər? Bu olacaq 6 kilometr. Cavab C variantı. Avtomobil yolunun yarısını 85 km/saat sürətlə 2 saat gedir. Yolun ümumi uzunluğu nə qədərdir? Yolun ümumi uzunluğu 340 kilometrdir. Tənliyi həll edin. Burada nə iş görərik uşaqlar? Deməli, 1/4 saat 15 dəqiqə, yəni 1 saatın, yəni 60 dəqiqənin 1/4-ni tapırsınız. Aha, gəlin belə bir bu qıraqda həll edeyim bunu sizin üçün. Bəlkə də kəsir var, daha sonra dəqiqə var, burada bəlkə də çaşarsınız. Ona görə 1/4 saat 60-ı 4-ə böləndə eləyir. Deməli 15, 15, 15. Deməli 30 dəqiqə çıxılsın x bərabərdir. 6/1 saat nə qədər eləyir? 60-ı 6-ya bölürük 10. 10 o da 10 eləyir neçə? 20. Düzdür? Daha sonra normal tənlik kimi həll eləyir. 30-dan da 20 çıxırıq. Eləyir 10. Cavab D variantı. Yəqin ki başa düşdünüz. Daha sonra baxırıq digərinə. Bu sual biraz bulanıq düşür. Bu suallar daha doğrusu. Bacardığım qədər oxuya bilsəm oxuyaram. Aynurun dərsi hər gün saat 8-də başlayır. O evdən məktəbə 25 dəqiqəyə çatır. Aynur səhər oyanıb hazırlaşıb evdən çıxmağa 1 saat 20 dəqiqə sərf edir. O dərsə vaxtında çatmaq üçün ən gec saat neçədə oyanmalıdır? Aha, 25 dəqiqə yoldur, düzdürmü? 8-də də dərs başlayır. Bu artıq, belə deyək, 1 saat 20 dəqiqə vaxt sərf edir. 1 saat 20 dəqiqə, o da 25 dəqiqə eləyir. 1 saat 45 dəqiqə. 1 saat 45 dəqiqə deməli 8-də başlayırsa bu nə vaxt durmalıdır? Ən
gec, belə deyək də, nə istəyirdi, o dərsə vaxtında çatmır. Ən geci saat, belə deyək də, 7-15 dəqiqə işləmiş durmalıdır ki, gəlib dərsə çata bilsin. Bu heç hesablamaya da ehtiyac yoxdur. Sadəcə saatla bağlıdır. Yəni sadəcə baxıb eləyə biləcəyiniz bir şeydir. Yəni bunu bəhanə gətirməyin ki, bu çox uzun məsələdir, uzun misaldır. Biz bunu necə tapaq, necə həll eləyək? Sadəcə yəni əgər ən adi bir toplama çıxma, yəni biliyiniz varsa, bunu həll eləyə bilərsiniz. Yəni sualın uzunluğunu bəhanə eləməyin. Sürətləri 250 metr bölünsün dəqiqə və 300 olan kənd velosipedçi A və B məntəqələrin qarşı-qarşıya hərəkət. Deməli, onlarsa velosipedçi nə qədər vaxt sonra görüşər, nə qədər vaxt sonra görüşərlər soruşursa, deməli 250 300 oxuyuram da, hə? Bir saniyə. Nə qədər vaxt sonra böyle görüşərlər? Bunlar 10 dəqiqə sonra görüşəcəklər. Bir saniyə, mən qoy bunları yazım. Aha, deməli 250 üstəgəl 300 eləyir 550. 550. Daha sonra isə 5 aralarındakı məsafə nə qədərdir? 5,5, yəni 5500 kilometrdir. 5500-də 550-yə bölürük, qalır 10, cavab B variantı. Tutma 600 litr olan çəlləyin 803 hissəsi boşdur. Aha, 600-ün 8-də 3 hissəsi boşdur. Yəni 225-i boşdur. Çəlləkdə 100 su götürülsə, neçə litr su qalar? 120 də götürülsə, nə qədər su qalar? Deməli, burada hesablasaq 255 litr su qalır. İndi piktoqrama baxaq. Dəftərin qiyməti qələmin qiymətindən nə qədər çoxdur? Bir üçbucağımız da 20 qəpiyə bərabər olduğuna görə dəftər neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7, 8. Aha. Deməli, 1 manat 60 qəpik. Daha sonra qələm. Qələm nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7. Aha. Nə qədər soruşur? 20 qəpik bahadır təbii ki. 20 qəpik çox. Zakir 2 qələm və bir pozan alıb nə qədər pul ödəməlidir? 2 qələm alsa 40 qəpik verəcək. Bir pozan alsa aha, nə qədər pul? Hə, yox, belə yox. 3 manat 20 qəpik pul verəcək. Bir dənəsi 20 qəpikdir. 3 manat 20 qəpik də pul verəcək. Hər əşyadan bir ədəd alıb satıcıya 10 manat ödədim. Satıcı nə qədər pul qaytarmalıdır? Hərəsindən bir dənə alıb 10 manat pul ödəyənə təbii ki də 6 manat 60 qəpik pul qaytarmalıdır. 6 manat 60 qəpik formada yaza bilərsiniz. Növbəti gün isə ümumi monitorinq 4-ü paylaşacağım. Ümidvaram ki, sizə faydalı olmuşdur bu video. Faydalı oldusa bəyənməyi, dostlarınızla bölüşməyi unutmayın. Hansı sualda sizə qaranlıq qalan yer varsa, onu şərhdə bildirin. Bir daha izah etməyə çalışacağım. Ki, bu sualların hamısı demək olar ki, hamısı şifahi suallardır. Yəni, əgər bütün il boyu, bütün mövzuları diqqətlə dinləmisinizsə, demək olar ki, bu sualların hər biri şifahi suallardır. Sadəcə biraz diqqətli baxsanız. Bugünlük bu qədər uşaqlar. Hələlik.